demək olar Azərbaycan Əməkdaşlıq Şurası ya bu təşkilatlar ki, yığışıb yeri 988 vardır. Yeni bir yapımdır. Yəni yeni yaralıblar. Özellikle bu İran-İsrail Savaşı'ndan sonra bu yarandı. Onun başlayışında siz de Azərbaycan Demokrat Partiyası olarak siz de o Əməkdaşlıq Şurasının içinde var edir. Sen ayrılma səbəbi mən oradan biləm. Yəni sizin partiyanız niyə əvvəldə qərar verdi o Əməkdaşlıq Şurasında onlarla fəaliyyət eləsin. Onların içində bilirsiniz fərqli fikir, fərqli aslında yəni istiqlalçı, federalçı da var. Bilmem bu yaxşıdır, yaxşı değil. Bunu da elə sualın içində cavab verə bilərsiniz. Amma sizin oradan ayrılmağınızın səbəbi? Əlbəttə ayrılmağımız deyəndə, yəni orayla devam etmədik də. Yəni o şey ki yazıldı, mətni ki yazıldı. Əlbəttə bunu deyim, məsələn bu mətni ki yazıldı, o mətn əsasında çalışılsın. Ondan qabaq da əsas məsələ analiz bu idi ki, çox fərqli, belə çox çarpıcı formada fərqli düşünən təşkilatlar bir araya gəlibdi. Yəni bizim cəhətdən bir arada bir cibhə qrup fəaliyyət eləmək yalnız şuar deyil. Yəni bir şuar verəcəyik, bir mətn yazacağıq, ondan sonra hər zat həll olacaq. Elə bir şey deyil siyasət. Yəni məsələn 2 dənə 3 dənə şuar təyin olacaq, ondan sonra siyasət sürülür. Siyasətdə hər gün bir təzə xəbər çıxır, hər gün məsələ çıxır. Məsələn ona mövqeyi tutub analiz verib reaksiya verməlisən. Baxdığımızda bu yapı ki vardı, yəni fərqli təşkilatda çox çarpıcı fərqli stratejisi və ideolojisi olan təşkilatların bir araya gəlməsi bu yəni sürdürülür bir imkanın əldə etməsi mümkün olmurdu. Yəni bu yapı cəhətindən bu cür idi. Ondan sonra da bir mətn yazdılar. O mətnidə yəni o mətnidə çox kolli bir şeylər və yəni siyasətə yəni çalıştılar ki yəni bir tür bir şərait yaratsın ki, hamı bir araya gəlsin. Amma məsələ bu deyil ki, hamı bir araya gəlsin. Məsələ bu ki, əgər bu araya gələn bir yəni birim, yəni bu ittihad ya bu filan bir işdə görə biləcək ya yox da. Ona görə bu mətni gələndən sonra bir də biz orada təzə mətn aparmışdıq o zaman ki, elə bir cür olsun ki, bu iki yəni cinah, həm istiqlalçılar orada olsun, həm federalçılar orada eləyə bilsin, orada fəaliyyət eləsinlər filan. O da qəbul olmadı və ondan sonra biz yavaş-yavaş imkanımız yəni burada qalmağımızın səbəb qalmadı yəni ora. Məsələ budur ki, yəni indi baxın orada, məsələn baxdığımız mətnə indi əlbəttə gələcək günlərdə bir başqa mətn yayacaqlar, ona da baxacağıq. Təbii çalışdıq ki, o təzə mətndəki istilə yaysınlar proqram adı ilə, ondan tanış olaq və o iclaslarına ki gedəcəyik. Orada biraz hazırlığına gedib onu orada məsələn mübahisəyə qoyaq danışaq filan, amma yaymayıblar da, o günə saxlayıblar. Yəni amma bu günə qədər məsələ budur va. Yəni sual, ən mühüm sual bizim üçün, bizim siyasi hərəkət üçün Azərbaycanda budur. Acaba Azərbaycanın siyasi gücləri İranı yıxmağa, İran dövlətini çevirib devirməyə belə bir gücü varmı? Cavab bəllidir. Yox, elə bir gücü yoxdur. Yəni başqa xalqların elə bir gücü varmı? İran rejimini yıxılsın? Yox. Yəni əgərsə biz, yəni bu sonuca varmaq lazımdır ki, İranın rejimi bu siyasi güclərin birləşməsi olmursa, bir-birinin yanına gələ bilmirsə, müəyyən bir strateji siyasət olmursa, İran rejimi bu ixtilaflardan istifadə edib həyatına devam edəcək. Yəni məsələn Azərbaycan deyək, İran rejimi yıxılmaz. Faslar meydanda olmasa, İran rejimi yıxılmaz. Kürdlər olmasa, Bəluçlar olmasa, ərəblər. Yəni hamı bir araya gəlməyə lazımdır. Acaba bu cəmi ki vardı, belə bir zərfiyyə sahibidir ki, yəni İranda rejimi dəyişməsinə təşəbbüs edə bilsin. Yunus bəy, bunların içində bəzi partiyalar var. Məsələn, 4 dənə partiyanın adı ki, mən bilirəm. Mərkəz Partiyasıdır, Dirəniş Partiyasıdır, Azov Partiyasıdır, bir də CAYP-dır. Bunlar elə başqa İran adlanan coğrafiyanın başqa təşkilatları ilə də indi ərəblər olsun, bilmirəm, Bəluçlar olsun, onlarla da elə fəaliyyətləri var da, yəni o ölçüdə... Yox, qoyun orada mən biraz dəqiq, daha dəqiq deyim də, orada yalnız bir dənə federalist təşkilat. Yəni, onu mən deyəm, bəli, orada Sayın Məhdud Cəvadı federalizmdir. Bəli, bir dənə federal təşkilat. Yəni, bu olan işdir, məsələn, bizim bu təşkilatlarımız hamısı bir gün gəlsin, nə desin, biz məsələn gedirik İranda bir dənə cəm quraq, eyni siz dediniz kimində bir dənə alternativ, onun altında
işləyək. O da olan deyil. Onda məsələn Kürdlər niyə bu işi görmür? Ərəblər niyə bu işi görmür? Bəluçlar bu işi niyə? Bu da sual yaranır. Bəli, yox. Qəsd o qərəz bu deyil ki, gələcək özümüz bir iş görməyək, gedək başqalarının iş görək. İranda siyasi etilaflara gəldiyimizdə 3 dənə həlqənin düzəlməsi qaçınılmazdır. 3 həlqə budur. Məsələn, Azərbaycanda əvvəl Azərbaycan siyasi güclərinin ittifaqı, etilafı lazımdır. Məsələn, necə deyək, Kürdistanda Kürdlərin, Bəluçistanda Bəluçi təşkilatların. İkinci həlqə qeyri-fars xalqların bir etilafı, ittihad lazımdır. Çünki bunlar hani şovinizmin qarşısında keçən tarixdə çox ciddicə baskı, istimari siyasətin qarşısındadır. Bunların mənfəətləri icab edir ki, qeyri-farslılar xalqı bir etilaf siyasəti olsun. Əlbəttə elə bir etilaf da vardır, əlbəttə. Onda problemlər var. Amma hər halda vardır. Yəni o olmağı lazımdır. Üçüncü həlqə ki, İran rejimini yıxmadı, tamam siyasi güclər. Yəni həm qeyri-farslar və həm fars siyasi güclər. Əlbəttə burada fars siyasi güclər də həmə bahəm şüarı deyil. Xomeyni demişdi, hamı bahəm. O da elə bir şey deyil. Yəni uyumsal və ən geniş vasitədə xalqı, yəni o gücləri bir araya gətirmək. Yəni bir anlaşma ki, orada həm qeyri-fars xalqların istəkləri rəsmiyyəti tanınsın, həm də onlar öz düşüncələri ilə bir araya gəlsinlər. İndi belə bir tezdə meydana gəlibdir ki, federalistlər də, dərvaqa bizlər federalist olur. Federalist güclər, qeyri-federalist güclər ki, federalist güclərin varlığını rəsmiyyətə tanırlar, bir araya gəlsinlər və bir o üçüncü həlqəni qursunlar. Çünki birinci həlqə qurulmayınca, yəni həyati bir zərurəti var Azərbaycanda siyasi qurulsun. Amma indi yəni Azərbaycana gəldiyimizdə bu məsələn Kürdlərin məsələn hamısı yığışırlar. Hamısı İran içində məsələnin həllinə də, yəni hamısı istiqlalçı da. Hamısı istiqlalçıdır. Amma hamısı federal adı ilə bir araya yığışıb filan. Niyə? Çünki bilir ki, əvvəl o hüquqda yerləşdirməyincə, əvvəl o yerel hüquqa, yerel hakimiyyəti təsbit eləməyincə istiqlal şüarını vermə, yəni söz, boş söz. O cəhətdən indi onlar, hamı da bilir də, biz də bilir, hər kəs bilir, yəni onlar istiqlalçıdırlar. Bizimkindən mocur deyil, bizimkində bu iki bölünüb, hər kəs deyir, elə bugündən istiqlal məsələ. Hani hüquq var, İranda hansı hüquq əsasında istiqlal yoxdur. Mesela güc dəngəsi qurulmuş bir durumdadır, hakimiyyət, yerel hakimiyyət qurulub, təsbit olub filan, olaya heç bir cavab almadan istiqlal. İstiqlala getdiyimizdə xarici dövlətlər Azərbaycan istiqlalını rəsmiyyət tanıyacaqlar, bir daha dövlət də yoxdur ki, o qədər. Yəni, o cəhətdən biz dostlarımıza tamamən israrən deyirik ki, tamam, istiqlalçılığımızı saxlamamız lazımdır. İstiqlalçılığı saxla, yerel hakimiyyəti quraq, təsbit eləyək, hüquqi cəmiyyətdən. O devamlılığı təsbit eləyək, ondan sonra istiqlal partini gətirib meydana edir, biz istiqlal istəyirik və ki, seçimlərdə şirkət elə, məsələn, indi Quebecdə istiqlalçı partiya bəzən, məsələn, rəy gətirir, məsələn, Quebecin dövlətini dolandırır. Olsun, niyə olmasın? Yəni, belə bir şərait, məsələ budur ki, indi dediyim, əvvəl söz dedim, bu etilaf şimdi qurulur, Azərbaycan gücləri. Biz getməliyik, məsələn, deyək ki, Kürdlərlə getməliyik, Bəluçlarla getməliyik, Ərəblərlə getməliyik, Farslarla da, adını demək olmaz, Farslar mərkəzi güclərlə, mərkəz güclərlə müzakirə eləməliyik axı. Bunlar bir arada olmayınca o siyasi dəngə, o alternativi siyasi yaranmayacaq ki, indi sabahla bir problem var İranda. İranda meydanda olan siyasi güc İranı bir fars dövlət kimi tanıyırlar. Amma da biraz da buna diqqət çəkmək lazımdır. Biz özümüz bir-birimizin hamısı tamam qeyri-fars xalqla bir-birinə fars danışırlar. Yəni tamam bax əxbara, bax mediya, bax yəni hər zaman dünyanın hər yerinə bax. Yəni hər yerə baxsam vəziyyət bu ki, bir dənə fars dövləti. Yəni biz deyir ki, farslar olmadan biz bu işi həll eləyəcək. Böyle bir şey olur mu? Yəni bir türlü bir teori, bir tez, bir yol filan tapmalısan. İndi bizimkilərin içində belə bir istedad yoxdur yəni. Mesela o federalçı qrup ki girib o cəmiyyət bizim dostlarım mesela bu əməkçi şurasına federalizmi qoyub şeydir da binanın ne girib orada. Çünki orada 9 tane təşkilat var, 8 istiqlalçı al sən federalçı orada ne eləyə bilərsən? Eyni bu vəziyyət bir anda ayrı bir etilaf var İranın mərkəzi güclər arasında. Həmqamı deyirlər oraya. Bu mərkəzi güclərin hizbi çəpi İran adı da var. Bu hizbi çəp federalistdir. Rəsmən konqresində sən bizdə dəvət eləmişik, biz oraydık. Konqresində bunu təsvib elədilər ki, İrana təkcə demokrasiya keçmə yolu federalizmidir. Amma gedib başqa güclərlə zadının etiraf edib, amma federalizmi qoyub eşiyə.
o başqa güclərini etiraf edir, federalizmin adı yoxdur. Dəqiqən bu etilafdakı indi məsələn dirəniş girir ora, orada federalizmdən ad yoxdur. Qardaş, yerel hakimiyyət qurulub, yəni huquqi payə düzəltmə filan. Baxın, hani İranda sən özün gedəcəksən, rejim yıxasan, dəyişəsən. Bir də bu məsələ vardır. Biz şimdi bir daha mesela etilaf kururuq. Əlbəttə mən indi təklifim budur. Elə orada dedim dostlarımıza, dünənlərdə danışıq dedim. Azərbaycanın federalist təşkilatlarının birliyi yaranmalıdır. Mən demirəm bu dağılsın filan eləsin. Onlar da qalsın fəaliyyətini eləsin filan eləsin. Üstürlər də ucu üstürlər. Amma mən oradan heç də yəni oradan bir şeyin nəticə verməsini düşünmürəm. Çünki orada deyək ki biz mesela mərkəzi təşkilatda İrana bir şey cəhət da İranı faslarını danışacaq deyə biz istiqlal istəyirik. Deyək ki, biz istiqlal istəyirik, amma cəmi bizdə müzakirə eləyək. Belə bir şey olur. Hətta bunlar hazır olarlar. Yunus bəy, sual ki yaranır, elə həm aynı taşışda kütlər. Kütlər siz dediniz istiqlaliyyətə çalışırlar, amma farsların gelib oturanda deyirlər, biz İranın gələcəyinə azadi bəraya federal bəraya Kürdistan, azadi bəraya İran. Yəni kütlərin şuarı budur da. Bizim de hamısı federal adı ilə, yəni əslən planlarında, proqramlarında, hizblərində hamısı federal, hətta bəziləri federal istəmir. Yəni federalsız gedək ora filan eləyək. Yəni məsələn gəlirlər ora, amma hamısı istiqlalsız. Deyir, biz əvvəl Kürdistan dövlətini quraq, təsbit eləyək, hətta qalıcı olsun. Qalıcı olandan sonra bir düşməliyik, ondan sonra istiqlal, nə cür istiqlal, nə zaman filan meydana gətirə bilər. İndi məsələn Əməkdaşlıq Şurası dostlarımız ki, biz özümüz, mən özüm yəni bunun tərəfdarıyam ki, biz oraya qovuşaq. Amma orada reform olsun. Orada dəyişiklik fikir olsun. Biz mesela kiminlə danışacağıq başqa mərkəzi güclərlə? Mesela biz mərkəzi güclərlə danışaq da mesela Əməkdaşlıq Şurasında mərkəzi güclərlə danışmağa bir zərfiyyət, bir kapasitet var mı? Yox, elə bir şey yoxdur. Yəni çünki olanın danışma deyən, yəni nə bunlar, yəni bir istiqlalçı hazır olar mərkəzi gücünə danışsın, nə mərkəzi güc hazır olar olanın danışsın, yəni hər zaman ayrı qalmalıdır. Yəni o İran çərçivəsində xalqların siyasi güclərinin bir araya gəlib bir güc əldə edib və rejimə alternativ olmasına imkan yaranmaz və əməlində rejim devam edər. Diqqət edin, indi bu günləri İranın siyasi alternativ durumundakı İrana hakimiyyət kursunda kim var? Mücahidin xalq var. Və onlardan pis səltənət, yəni Rıza Pəhləvi var. Kim? Özdə İsrail də ondan himayət edir. İndi deyək ki, amma cumhuriyyətçilərin, federalçı cumhuriyyətçilər və qeyri-federalçı cumhuriyyətçilərin alternativi yoxdur. Amma Yunus bəy, sual elə qəşəng yerinə gəldi. Əlbəttə mən bu bəhsdən sonra bir dənə də sualım vardı. Amma bunu siz səyyələt yaradasınız da, doğru bu? Cumhuriyetçilər, federalçı və qeyri-federalçılar, siz şəxs olaraq, parti olaraq, hətta elə Azərbaycandan neçə parti oldu, bilməm, başqa millətlərdən də ora çağırmışdınız Qəşqaylərdən. Özünüzə görə də bir güc idiniz da, ancaq bu gerçəkləri danışmalıyıq, istiqlalçılara, federalçılara ki, kim yaxşı iş görür? Yəni sizin işiniz yaxşı iş idi, qabağa gedirdiniz. Amma nə oldu bu etiraf? Etirafı yarada bildiniz, bunun davamı nə oldu? Bir alternativ olaraq özünüzü tanıtıra bildiniz, ya hələ iş var, işləyirsiniz. Yox, o şeydir da, yəni o ərəfə indi elə devam etməkdədir da. O indi bir dənə etilaf siyasiyə çevrilməkdədir. Danışdığımız əsaslarda, yəni federal cumhuriyyət rəsmiyyətə tanınır və o güclər ki, federalçı deyirlər, amma federal düşüncəsini, yəni federalçıları rəsmiyyət tanıyırlar, bir araya yığışa bilərlər. İndi ad seçilib və təşkilat qurulmadadır və indi bilmirəm Almanın bir şəhərlərin birində, əlbəttə ad verilib, lazım deyil, dəqiqləşməyəcəm, mən adresi ad verim. Orada seminar keçirib və özünü tanıtdıracaq da meydana girəcək, siyasət meydanına girəcək. Yaxınlıqda. Yaxınlıqda, bəli. O cəhətdən, yəni mən istəyirəm o deyim, yəni bizim dostların hamısına ki, əlbəttə mən şəxsən istərəm ki, biraz reformu qəbul etsələr bizim dostlar, biraz yumuşaqlığı, yəni gəlin İranın içində bir yerel hakimiyyəti quraq deyə, buracan gəlsə ondan sonra qurulsun, təsbit olsun, siz də istiqlalçı partiyanızı qurun, gəlin meydana, bunu qəbul etsək, çünki indi çox belə gərgin bir durumdadır. Yəni bu rejimi yıxma bir tərəf çətinlikdir. Bir də bu rejimdən sonra bir yeni bir sistemi bərpa etmək, orada Azərbaycan bir dövlət qazansın özünə,
Yalnız Azərbaycan deyil ki, Türklər Tehranda, Kərəzdə, Qumda, Qəşqayla falan haqq ala bilsin deyə biz Azərbaycanın və Türklərin tamam potansiyelindən istifadə etmemiz lazımdır. Yəni bu potansiyel İranda deyə 30 milyondur, 32 milyondur. Biz 30 milyonun potansiyelini qoyub deyəcək Azərbaycanda 10 milyondan ki, hamısı da bizlə həmfikir deyirlər ki, hər kəs bir fərqli fikirlər var. O potansiyelin dağılmış bir hali ilə mümkün desən İranda biz yerel hakimiyyəti qurmasına imkanımız olmaya belə. Məsələ budur. O cəhətdən çox həssas bir durum, çox həssas bir durumdur. Əgərsə dostlar biraz məsələn gerçəkçi dünya ilə gəlsinlər, otursunlar, tamam, indi fəaliyyətdən başlasınlar. Biz də gedəcəyik şeyə. Üzr istəyirəm, bir dəqiqə. İstiqoluma yaxınlıqda 21 bəli, buyurun. Mən məsələ indi istəyirəm ki, gedim şeyə, biz yəni bu şərait yəni elə bir cür olur. Bizim gedəcəyik olan iclaslarına, gedəcəyik təzahürat qoymuşuq, sifayətin qarşısında qoyublar və biz də iştirak eləyəcəyik, iclasada şirkət eləyəcəyik filan. Yəni normal şəraitdə bir dostluğumuz, filanımız, yəni elə bir şəraitimiz yoxdur ki, yəni çox yaxınlıq və mehribanlıqla devam. Hər kəsin özünün fikri filan haqqı var, fikri olsun, amma biraz reform lazımdır ki, yol gedilə bilsin. Yəni indi fəqət şüar verilir. Bir dənə şüarla, məsələn, baxın, qoy bunu da deyim, geçək sizin şeydə. Məsələn, deyir ki, ağa, bu qurumun sözü budur. Öz müqəddəratımızı təyin etmə haqqımız şeydir, bizim şüarı da onun. Öz müqəddəratımızı təyin etmə haqqı strateji deyil ki. Bir dənə haqdır. Burada istiqlaliyyəti də rədd edir, federalizmi də rədd edir. Yəni müqəddərat təyin eləməliyik, yəni nə demək istəyirlər? Öz müqəddəratını təyin edir, yəni ki, xalq gələcək, məsələn, müqəddəratını təyin etmə haqqını qoyma bizə aydınlaşdırayım. Öz müqəddəratı təyin etmə, yəni seçimə getmə. Seçimə getmək, bəli də həm federalizmi rədd edir, həm istiqlaliyyəti əlindən, yəni bu baxın, indi bax, İran International Televizyonu, Radio Amerika, Səday Amerikan, BBC, hamısı da bu, tamamı bu İrana göndərən radyoların hamısı İranda bir mərkəzli sistemi təbliğ edirlər. Ya səltənət təbliğ edirlər, ya da bir mütəmərkiz cumhuriyyəti. Yaxşı, amma Xumeyni gələndə İrana Cumhuri İslamı qoydu meydana. Sən cəmaət bilmirdi onun nəydi, hamı getdi onu rəy verdi. Niyə getdi rəy verdi? Bilmirdi ki, mesela Cumhuriye Federal da var, Cumhuriye Gayri Federal da var. Mesela yani hiç zat bilmirdi. İran'ın cəmiyyətdə, İranda geçen yüzyılda sansor var. İstibdad vardı, sansor vardı. Kimsenin yani siyasi ağahlıq İranda çox düşük bir vəziyyətdədir. Ona göre biz yani niye Xumeyni kazandı? Çünkü hiç nizam siyasını hiç zat bilmirdi. Geldi dedi, getdi amrəy verdi. İndi biz onlarda mərkəzli hakimiyyət təbliğ edirlər. Biz federal cumhuriyyəti onun qarşısında təbliğ eləməsək, yəni xalqımız bilməsə, gedib ona rəy verəcək. Öz müqəddəratını təyin etmə haqqını kimsə rəyciliğə qoymayacaq ki. Bu bir dənə haqq. Yunus bəy, əgər tək müqəddərat olsa, siz dediniz kimi, mən elə bunu açıq burada təşkilatlarımızı deyirəm. Heç fəaliyyət lazımdır, təşkilatları bir yığılsınlar, gözləsinlər, İran rejimi onlar da deyir, Pəhləvisi də onu deyir, Mücahid də onu deyir. Biz İran yıxılandan sonra seçim qoyacaq. Əgər təyin müqəddərat olsa, təşkilatlarımız bir özlərini yormasınlar. Getsinə fəaliyyətlərini qoysun, getsinə seçimə də. Yox, təşkilatlar açıq aydın bir gün deməlidirəm. Mən istiqlal. Elə mən bu 9 dənə təşkilatdan ki, inşallah 2 gündən sonra orada öz olmaqlarını açıqlayacaqlar. Bu yaxşı işdir, ancaq 9 təşkilat eləyə biliblər bir yerə yığışsınlar, federalçı, istiqlalçı neçə ildən sonra və davam tapa bilsələr, bu böyük işdir. Bir dənə orada bir irad var ki, federal girayışı olan mesela direniş, federalizmin koyup kənara, yani evin eşiğine giribdir orada etilafa. Kardeş sen strateji nədir? Tətil eləmsən, girmişsən bir etilafa. Hətta istiqlalsız elə. Bir dənə də bəhslər budur ki, deyirlər biz bu şuranın içində belə işi qabağa aparırıq birliyimiz üçün. Eşikdə də öz təşkilimiz, öz fikrimiz yerində. Yəni mən onlarla... Əsas məsələ biz istəyirik ki, məsələn, hani qurumlar bir araya etilafı nəyə qurarlar? Güclənmək üçün. Yəni yetmir da, bir partiya yetmir. Partiyaların bir arası gəlməsə bir güc oluşmağı lazımdır. Hətta bunlar qurulanda əsli hədəf buydu ki, mesela adres düzəlsin Azərbaycan, siyasi adres. Axı mən deyirəm ki,
Hatta bura istiklalçılar da stratejisini tercih edip bura gələndə. Bak bu grupta var burada. İstiklal adında bir şey yoktu. Yatı. Qardaş sen istiklalçısan niye istiklal şuarını vermişsin? Gelmişsen buraya girmişsin. Gelmişsen burada ne olubdu? 3 tane xət var İran bizim siyasi hərəkətdə. İstiklal, federalist bir de o deyirlər bunlar öz müqəddəratını təyin etmədi. Ya o xalq gedib seçəcək. Qardaş sen xalqa alternativ vermirsən gelsin seçsin. Seçəni kim olacaq? O ki təbliğ edirlər İran rejiminin mərkəzçi rejim və səltənət təbliğ edirlər. Sən xalqa başqa alternativ sunmusan ki geçsin ona rəy ver. Nəyə rəy versinlər? Əlbəttə bu yeni Yunus bəy, bu yeni bir təşkilat kimi bir şeydir ha bu şuralar. Bəlkə bu siz dediyiniz kimi indi 2 gündən sonra belə açıqlayacaqlar, fikirlərini deyəcəklər da nə hansı vəziyyətdə istəyirlər fəaliyyət eləsinlər. Əslən bəlkə bu qərara gəliblər məsələ olaraq deyirəm ha, olan bir şey deyil. Əslən bu 9 təşkilat yığışıb hamısı bir təşkilat eləməyəcəklər. Yəni görək bunların mövcudiyyəti 2 gündən sonra nə olacaq? Yəni onu başlamalıyıq. O bir dənə təşkilat olmasını onu yani düşünmüyorum ki bir təşkilat olabilsinler. O zərfiyyət. Ben de bilirim olan değil ama diyorum ama kararları nedir? Yani bakın mesele budur ki yani orada federalçı öz strateji siyasını tətil edip girib ora. İstiklalçı da hatta öz stratejini tətil edip girib bura. Orada Mahmud Bey'in təşkilatının sözü ki yani sözcüler öz müqəddəratını təyin etmə. Nə müqəddəratı qardaş sən alternatif qoy müqəddəratımız nə ilə təyin olar ona görə rəy verək da. Mesela istiklala istiklala verin. Dina istiklal öz müqəddəratını təyin etmək istiklal. Ya da yox öz müqəddəratımızı təyin etmək federal cumhuriyyət qoy. Biz gələk cəmaatimizi aydınladıq. Bizim siyasətdə bax bir daha mesela seçimlər gələndə nə olur? Seçimlər gələndə partiyalar çıxır xiyabanlara demokratik ölkələrdə. Başqa öz bərnamələrin, proqramların təbliğat elə də. Baba biz təbliğat eləməsək bir nizami siyasını xalqımız ona rəy verər, bilir ki rəy verilsin. Sən bir şey təbliğ eləyəsən. Bunlar təbliğatı tətil edib. Diqqət elə burasına mərkəzçilər, şovinistlər öz alternativlərini daima təbliğ edirlər. Televizyonlarda da olan əlində, media olan əlində. Biz ki zəifik gərək alternativimizi gücünüzə təbliğ eləyək, alternativ yoxdur arada. Deyirik öz müqəddəratımızı təyin edir. Yəni alternativ yoxdur. Yəni nə? Yəni hətta Azərbaycanda belə bu strateji, bu söz mərkəzçilərə şərait yaradır ki, bizimkilər getsinlər, onlara rəy versinlər. Necə Xumeyninin Cumhuriyyə hamısı rəy verdilər, Azərbaycan rəy verdi, Türklərin hamısı rəy verdi orada. Yəni bunlar da deyirlər, indi öz müqəddərat təyin edir. Yəni strateji yoxdur. Yoxsuz stratejiyə kimə rəy verəcəklər? Meydanda olan təbliğata da. Yunus müəllim, burada bir məsələ ki var, nə bir partiya, nə bir təşkilat, nə bir şəxs deyə bilər, mən bu hərəkətin sahibi mənəm, deyə bilməz. Burada başqa elə məsəl, bu 9 təşkilat bir qərara gəlib, belə bir adın məsəl qoyaq, bir gün bunlar alternativ qoyacaqlar. Məsəl qoyaq, adın alternativ qoyacaqlar. Amma ondan sonra başqa partiyalar da var da, bilirsiniz, biri, məsələn, indi istiqlalçılar, mən hamısına, yəni hərəkətdə hər kəs fəaliyyət edir, hər hansı təşkilat olaraq, söz olaraq fəaliyyət olaraq hamısına dəstək veririk. Biz yəni hamısı bu hərəkət üçündür. Amma hansı çox faydası var, çox hərəkətə xidmət eləyir, biz onun tərəfdarıyıq, çox ona tərəf özümüzü mənə bizə hə, istədim onu deyəm. Hə, bizim, mənə valla düzün sözü istərəm ki, Gömrək bunu deyim, mən həqiqətən biz istəyirik elə, bu təşkilat var, 9 təşkilat. Biraz bu dostlarımız, bu radikal düşünən dostlarımız biraz reform eləsələr fikirlərində, bu təşkilatın bir daha stratejisi olmaq lazımdır da. Həqiqətən sən öz stratejidə, yəni stratejsizliğin adıdır. Mən elə onu soracaktım sizdən, Aziz Yunus bəy, mən elə onu sizdən soracaktım. İndi bu, siz deyirsiniz, bunların bir dənə strateji göstərməlidir də, ya istiqlalçı, ya federalçı. Acaba bunlar elə bilməzlər, belə fəaliyyətlərin qabağa aparsınlar ki, biz vəziyyəti gözləyirik. Məsələn, İran adlanan ölkədə nə olay baş verəcəkdir? İttifaq hayana gedir, İranın bölünməyinə tərəf gedir, ya biz seçmə tərəf gedir, biz onda qərar verəcəyik. Belə bir şey ola bilər ya yox sizdə? Yəni bu fikirlə qabağa gedərlər. Bakın, yəni indi bu saat ki bir bölümü istiqlalçıdır, şuar istiqlaldan el çəkiblər orada. Bir bölüm ki federalçıdır, şuarı federal. Yəni bu istiqlalda şuar siyasətdir. Federalizmə, yəni Cumhuriyyə federalda stratejidir.
Bu ortada ki öz müqəddəratını təyin etmə sözü var. Bu strateji də, yəni heç zat yəni. Ya siz oturun, gedəcək biz sandıqlarda məsələn öz müqəddəratımız ya istiqlal istəyirsiniz ya federal qardaş, sənin yəni stratejin yoxdur ki, sən onu seçsin, nəyi seçsin? Sən ona nə sunursan onu seçsin. Heç zat təbliğ eləmirsən. Kim aparacaq, qazanacaq? Təbliğ eləyənlər. Kim təbliğ eləyir? Mərkəzçilər. Bu yəni əməldə bu strateji kimi bir şey qobla meydana, yəni stratejisizlik. Bir etilaf siyasi olar, strateji siyasi olmasın. Bizim arzumuz həqiqətən budur ki, orada reform olsun. Biraz dəyişikliklər filan qəbul olsun. Biz yəni istəmir orası, istəmir ki, orada üzvü olaq. Yəni strateji siyasi təyin etsinlər. Əcəba yəni orada stratejilərində məsələn istiqlalçı desələr, siz girib orada üzv olacaqsınız. Yoxsa istiqlalçı bilir ki, olan bir şey deyil də. Hətta mən sizə bunu deyim. İstiqlalçılar özləri də bilirlər ki, olan bir şey deyil. Amma siz bir dənə istiqlalçı gətirin ki, bizə İranda bu rejim yıxılacaq, ola istiqlal quracaqlar. Hansı fakta dayanırsan İranda istiqlal? Azərbaycan, İran rejimin qarşısında bu tarixlə filanla belə bir şey olabilirmi? Yəni, məncə, əgərsə dedim də o reform olursa, bu təşkilat, elə bu əməkdaşlıq şurası strateji təyin edirsə, desə, yəni, ya federalizm olacaq, cumhuriyyət, federal cumhuriyyət, ya da istiqlalda. Təbiətən istiqlalı, yəni hər kəs bunu bilir də, onlar da özləri bilir. Gəlin bu aşamanı İranda hakimiyyətin dəyişməsi və Azərbaycanda yerel devlətin qurulmasına qədər bərabər gedək. Qurulandan sonra siz istiqlal partiya lazım meydana çıxarsınız da. Sayın Yunus bəy, indi bu eyni o olur da bu 9 dənə təşkilat. Yəni siz Cumhuri xalqlarla indi bir alternativ yarada bilirsiniz. Deyirsiniz ha, nə siz deyin federalizm olmasın, nə biz deyirik federalizm olsun. Doğru mu? Burası düz deyirəm mən. Siz Cumhuri xalqların o alternatif yaradırsınız, deyirsiniz ha, nə siz deyin federalçı olmasın, nə biz deyirik federal olsun İran gələcək. Tamam, bizim də indi bu 9-dan təşkil, yəni o sual mənə yaranır, zehniyyət ki, burada İslam müxatiblərimiz də alsınlar nə var. Yəni bunlar da onu deyirlər, biz bir nə istiqlal deyirik, nə federal deyirik. Bu çərçivədə fəaliyyət edirik. Gələcəkdə qərar verək, istiqlal ya federal. Qəşəng sözdür, qəşəng sualdır. Çox gözəl bir sualdır. Məsələ budur. İranda, İran hakimiyyətində fərqli xalqlar öz tələblərini oraya yükləmək istəyirlər və xalqların gələcək müqəddəratı o Tehranda təyin olacaq. O anayasada təyin olacaq. Ona görə bizim bu stratejimiz bilsən nədən ötürdü? İndiyə qədər federalizmi rəsmiyyəti tanımırdılar. Yəni, heç vaxt hazır olmurdular federalistlərin otursunlar bir yerə və bir iş görsünlər. Burada bir addım federalistlər önə geçmiş bir durumdadılar. Bu sual budur ki, tamam siz istəmirsiniz, istəməyin. Biz istəyirik. Siyasi güclər bunlardılar. Gəlin bərabər anlaşaq gedək ora. Yəni, bu müqəddəratımız oraya təyin olur. Halbuki Azərbaycan məclisində müqəddərat təyin olmur. Azərbaycan məclisi, əgərsə Tehranın məclisində bir dənə bir şey çıxacaqdı ki, yox, nəcür Azərbaycan oranı savaşacaq. Kim duracaq onda aslında? Nə ilə savaşacaqdı? Yəni, orada qətiyyətlə şey var. Onu meydanda, yəni, utuzma var. Yəni, o cəhətdən, yəni, oraya ilə buranın fərqi çoxdur. Biz, bir də diqqət elə burası. Biz istəyirik ki, mərkəzə yönəlik güclər elə fərqini düşünsün, zəif olsun. Amma Azərbaycana düşünürük ki, hamı bir-birin tağı olsun, güclü, yəni çox yaxın olsunlar, güclü olsunlar. Çünki biz zəifik. Biz o güclü olmaqla o hakimiyyət əldə edirik. Amma yəni Tehran nə qədər gərginlik çox olursa, siyasi güclər çox olursa, bizim nəfimiz təmin olur orada. Çünki zəif olar da orada. Amma Azərbaycanda birlik nə qədər təmin olsa, bizim mənafeyimiz təmin, gərginlik, fərqli düşüncələr filan olsa, bizim nəfimiz təmin olur orada. Yəni çox fərqli şey vardı. Yəni bizim Tehranda gərginli bir durum, yəni zəif bir durum bizim arzu elədiyimiz bir şeydir. Qeyri-fars xalqların. Amma Azərbaycanın bu gərgin, yəni fərqli düşüncələr meydanda filan, o yəni Azərbaycanı zəiflətmə və Azərbaycanı hədəfinə yetişməyin qarşısını almaq deməkdir. Bu çox-çox fərqli bir şeylərdilər. Yəni orada arzu edirsən zəif olaq mərkəzdə. Yəni gərginlik çox alsın. Burada arzu edirsən birlik olsun, gücün çox alsın. Halbuki onlar
dəqiqən onu əks edir. Yəni bu iki nagirayış əməldə Azərbaycanı zəiflədir və gücün parçalır. Əlbəttə biz siz dediyiniz kimi bəkləməliyik, gözləməliyik. Ondan sonra bunların Əlbəttə. mən o pişbini ki məndə var, mən bilirəm bunlar nə deyəcək. Yəni dəqiqən məğzımda var. Bunlar yəni bir şey dəyişik olmayacaq. Siz deyəsiniz elə mən o nəqd var da, mən nəqd eləyirəm. İşimlə budur. Yəni mən o təşkilat qərar deyil elə məsələn hər işə bəhbət çəkəcəyəm. Nəqd olmalısa nəqd eləməliyəm. Mən heç fikirləmirəm. Elə indidən deyirəm. Baxın pişbinin budur 2 gündə qalır. Mən heç bir şey dəyişilməyəcək. Fəqət kəlmələrin yeri dəyişiləcək. Yəni orada federalçı qalacaq, istiqlalçı qalacaq və bir dəyişim olmayacaq. Bir gələz eyni siz deyən kimi gələ deyəm mən ayağım vura, mən bu 9 dənə təşkilat qərara gəldim. Məsələn onların fikri Güney Azərbaycanın istiqlaliyyətinə doğru tam gücümlə savaşam. Yəni gəlib burada məsələn birin yanına əlbəttə sual altına aparmıram amma buna fəaliyyət edirlər. Amma yaxşı budur gəlsinlər, qərar versinlər və güclü bir qərar versinlər. Əgər eyni siz dediyiniz kimi ya o yandı ya bu yandı da onu açıq aydın deməli. Mən də bu son andakı proqramı bitirmək anındayıq da. Yəni də bir sualım var. Belə bu sualı soruşub o sözdə siz deyin. Qoy bunu da mən deyim onda. Mənim də arzum budur ki, o proqram ki gətirəcəklər reform olunmuş bir proqramdır. Yəni mən danışdığım bir proqramdır ki, Azərbaycan gücünü birləşdirəndir. Bu gün Federal Cumhuriyyət Azərbaycana yerel dövlət quraq şüarı ilə gedək. Qurulsun, təsbit olsun, ondan sonra istiqlalçılar meydana çıxıb və ondan sonra davam edib Azərbaycanın istiqlaliyyətə götürür. Eyni sizlik, mənim arzum budur, ən gözəl bir proqramla qabağa gəlsinlər. Yəni fikrimi də bir şey dəyişməz. Yəni onlar hansı fikirlə gəlsələr, oturublar, vaxt qoyublar, zaman ayırıblar, yaxşı fikirlə gəlsinlər. Sadəcə kəlmə dəyişməklə, yerin dəyişməklə bilmirəm. Aynı fəaliyyət əgər qərarda ola, aynı fəaliyyət heç bəyaniyyə filan da. Hə, o iş yaxşıdır. Açıya, İranın səfirliyinin qabağına keçəcəklər. Amma yox, vaxt tələf eləmək ki, aynı fikirlə olsa, yəni bu gənə də heç bir addımı atılmır, qabağa getmir. Mən arzu eləyirəm ki, yəni bizim arzu elədiyimiz kimi olsun, biz də onlara qovuşaq və bərabər yolu davam edək. İnşallah ki, yaxşı olar. Mən dediyim kimi, indi bunlar istiqlal bəyannaməsi verərlər, federal bəyannaməsi verərlər. Amma arzumdur ki, bundan qabaqdakı fəaliyyətlərindən dəyişik olsun. Yəni hər hansı tərəfə getsə dəyişiklik olsun. Yunus bəy yenə bu demək olar təşkilatlara görə bir sualdır, son sualdır. Əlbəttə siz cavab verdiniz. Mən o sualı öncədən yazmışam. Elə sualı istəyirəm belə bir sorum. Müxatiblərimiz də bizə yeni qatılanlar da var. Onları da salamlayıram. Təşəkkürümü bildirirəm bizdən himayətləri üçün. Dostlarımız linkimizi paylaşırlar. Özəllik İşlər Nazirə xanımından minnətdarım bildirirəm ki, çox zəhmət çəkdi və belə digər dostlar bir açıya bilmirəm, üzürlü sahib. Acaba Azərbaycan təşkilatlarının bir araya gəlməklərin bir zərurət bilirsiniz. Yəni bu indi bir araya gəlməklər təşkilatlar zərurət bilirsiniz və əgər olursa necə demək olar ola bilər. Yəni bu təşkilatlar indi 9 dənə təşkilatdan sonra o birisi təşkilatları da gəlsin. Nə olar? Eyni sizdən kimi 20 dənə Azərbaycan təşkilatı gəlsin, qərara versin və əgər əsən İranın alternativinə ki şahçılar İsrail bir alternativ yaradır, ona bir güc olaraq onun qabağında dursun. Yəni əgər deyirik biz gücük 20-40 milyonuq, bizim təşkilatlarımız bu fikrə gələrək ki biz yığışıb özümüz bir alternativ olacaq, özümüz bir güc olacaq, əslində alternativin yanında gedib fəaliyyət edib özümüzü onlara qalib eləyəcəyik. Yəni kullu məsələyə necə baxırsınız? Məncə o cür olmayacaqdır. Çünki indidən başlayıblar, hətta məsələn ad da verə bilərəm. Məsələn Əhməd Obali və hətta o İsmail Cavad bəyli çox təxribatçı mesela. Hətta o cəmaə, yəni əməkdaşlıq şurasına qarşı çox təxribatçı təbliğat aparırlar. Yəni onların təbiətən qovuşması bu cəmaə qeyri-mümkündür. Məsələn bir də o tərəfdən məsələn Günaz TV filan yenə yəni o mənfi təsiratı. Yunus bəy, mən bir şey deyim. Çünki biz müstəqil olaraq, yəni o siz öz məsuliyyətinizlə Əlbəttə, mən məsuliyyətimlə deyirəm. Təbiətən televizyona rəbti yoxdur. Yəni təxribatçı hərəkətlər təəssüflə, yəni Azərbaycan iç durumuna, bizdən də orada müxalif mövqedə, məsələn bu əməkdaşlıq şurasında fərqli düşünənlər vardı, amma çox sayğı ilə davranmamız lazımdır. Onlar da o cür düşünürlər. Yəni biz çalışırıq və arzu eləyirik, çalışırıq, danışırıq, müzakirələr. Eyni halda arzu eləyirik ki, elə bir xəttə gələk ki, hamımız bir arada çalışa bilək. Mən bu iki hamımız bir araya gələkdə o Xumeyni bir dəfə bir söz demişdi, həmi bu həm sözü.
mən ondan yəni yəni olmaz bir şüar olmasını düşünürəm. Yəni hamı ola bilməz. Yəni çox ifratçı, çox aşırıcı, çox radikal cərəyanlar, yəni duygusal davrananlar falan bunlar yəni olamaz bir şeydir ki, bərabər olsunlar. Məncə Azərbaycanın yəni rasional, gerçəkçi cərəyanları, təşkilatları elə bir-birinə yaxınlaşsınlar və biraz da görünür də, məsələn burada hətta bu dostlarımız ki, gəliblər Əməkdaşlıq Şurasında, mesela Ay Çehreqanıdan böyük bir addım qabaqdadılar da. Ay Çehreqanı indidən bəyaniyyə istiqlal verib məsələn. Özü 22 nəfər adamla, təşkilatla yox, 22 nəfər adla bəyaniyyə istiqlal verib. Qardaş, yəni 22 nəfərlə bəyaniyyə istiqlal olurlar 10 milyonluq cəmiyyətə. Yəni amma bunlarda ki, baxmayaraq ki, istiqlallı zehniyyətləri var, amma istiqlal şüarını burada gətirməyiblər. Bu özü böyük bir dənə yəni imtiyazdır bunların, yəni reform zehniyyətində və biraz gerçəkçi olmalarında. Biraz daha da gerçəkçi olub, məsələn, bu şüar, yəni şüarsızlıqdan, stratejisizlikdən ki, məsələn, öz müqəddəratımızı təyin eləyək, yəni bu stratejiden çıxıb, stratejiyə dayanaraq bir birlik qurmaq məsələsi olsa ki, biz də istəyirik o olsun və özümüz də qatılaq ona, belə olursa daha çox sevindirici olar. Məncə biz gerçəkçi və real, yəni rasional, əqlani, yəni gerçəyi deyilən başa düşən insanlarla olar, olmazı bilən insanlar və təşkilatlarla bir araya gəlməyə düşünürəm, hamının yox. Bəli, mən bir daha öz minnətdarlığımı bildirəm əziz Yunus bəy. Sağ olun, yaşayın, hamımız Allah tapşırır. Siz də sağ olun.